Salamlar. Bugün 9-cu sinif 1-ci bölmənin sonunda verilən Mistake Detector başlığı altındakı çalışmalara baxacağıq və buradakı səhvləri birlikdə tapacağıq. Gəlin oxuyaq. Reading colorful storybooks is so enjoyable. The pictures and words together create exciting the adventures. Deməli, burada elə bizim ilk baxışdan iki səhvimiz gözə çarpır. Birincisi, biz bilməliyik ki, to be feili bağlayıcı feildir. Bağlayıcı feildən sonra zərf yox, sifət olar. Buradakı enjoyable-dakı ly onun zərf olduğunu göstərir. Bizim düzgün cavabımız olmalıdır enjoyable. Birinci səhvimiz elə budur. İkinci səhvimiz isə exciting, həyəcan vericidir. Həyəcan verici macəralar. Burada sifətdən sonra isim gələndə arasında heç vaxt article gəlməz. Z artiklı yanlışdır. Gəlin ikinciyə baxaq. Speaking a language fluent. Dili axıcı danışmaq, necə təzə danışmaq. Bu zərf olmalıdır. Fluently means you can tell your friends about your day and share your favorite stories. Dili axıcı danışmaq sənin dostlarına öz günün haqqında danışmağı və sevimli hekayəni bölüşməyi nəzərdə tutur. Deməli, burada niyə zərf oldu? Sifət yox, zərf. Çünki dili danışmaq feilə aiddir. Speaking-ə aiddir burada. Daha sonra learning about my family roots, ailə kökləri. İki dənə apostrof s dalbadal gəlməz. Ailə kökləri. Deməli olacaq family roots. Daha sonra keçirəm digərinə. Jungle adventure is fun. Deməli cəngəllik macərası əyləncəlidir. There are the monkeys, colorful birds and a lot of trees. Çox diqqətli olmaq lazımdır. Burada yazıbdır ki, rəngbərəng quşlar, meymunlar və çoxlu ağaclar var. Əgər burada z düz olsaydı, yanlışdır. Müəyyən növ, sırf bir tip meymundan söhbət gedərdi. Amma cəngəllikdə hər cürə meymun var. Xüsusiləşdiririk, ümumi danışırıq. İsmin haqqında ümumi danışırıqsa, z artikli olmaz. Bu doğrudur. When is the right time to start learning foreign language? Xarici dil öyrənməyə başlamaq üçün düzgün vaxt nə vaxtdır? Bəli, düzdür. Essential of-la işlənməz. Deyir ki, deməli, qida bədənim üçün vacib olduğu kimi, hər gün yeni bir şey öyrənmək də beynimizi güclü belə deyək, böyütmək üçün to grow strong. Yəni, beynimi gücləndirmək üçün vacibdir. Böyütmək yox, gücləndirmək. Deməli, burada essential of yox, essential for olmalıydı. Yenə söz önü əzbərdir. Solving a puzzle doğrudur. Bəli, sayıla bilən təqsim qarşısında artikel işlənibdir. Burada isə ən yaxşı yol, ən yaxşı üsul nədir deyir xarici dildə sözləri öyrənmək üçün. Biz sifətin üstünlük dərəcəsində həmişə z artiklı qoymalıyıq. Yox, the best way olmalıdır. Daha sonra baxaq, a sense of belonging harasa aid olmaq hissiyatıdır. Deməli, məktəb klubunun bir parçası olmaq bizə aidlik hissi verir. Bu da o deməkdir ki, biz hamımız layihələrdə birlikdə eyni şeylər üçün işləyirik. The same olacaq, the same ifadəsi hər zaman z ilə işlənir. Daha sonra, internet has changed the way people look for homes. Home evlərdir. İnternet insanın evlər axtarmaq üsullarını dəyişdi. Burada konkret bir üsuldan söhbət gedir də, evlər axtarmaq üsulu xüsusiləşibdir, müəyyən artikl, z düzdür. Amma internetin qabağında həmişə z olur, z internet. Daha sonra bura baxaq. Deməli, müəllim bizə maraqlı veb saytlara link, yəni maraqlı veb saytlara olan linklərindən bizi əlaqələndirir. Burada link elə link mənasındadır. İsimdir, yəni. Çünki qabağında artikel var. Sorry. Və interesting website isə istənilən maraqlı website ola bilər. Yəni, ümumi danışır, xüsusiləşdirmir, düzdür. Xüsusi olsa z olardı. Burada isə çox diqqətli olun. Biz yeni restoranı sınamağa, cəhd etməyə, yoxlamağa həyəcanlı idik. Try sınamaq, cəhd etmək deməkdir. Burada, lakin biz seçdiyimiz restoran dəhşətli idi. Baxın, biz hər hansı bir restoranı sınamaq istəyirdik də, qeyri-müəyyəndir. Amma artıq burada we choose xüsusiləşibdir. Hansı restoran seçdiyimiz restoran? Yəni, hər hansı biri yox. Məhz bizim seçdiyimiz pis idi. Dəhşətli idi, bərbad idi. Z. Daha sonra, I was happy to see the policeman who saved my dog. Mən itimin həyatını xilas edən polisi görəndə xoşbəxt oldum. Təkdə artikl olmalıdır. Hansı polisi? İtimi xilas edən polisi. Məlumdur deyə z düzdür. Bu isə çox maraqlıdır. Deyir ki, birinci bölmənin Mistake Detector hissəsindəki, yəni səhv detektoru hissəsindəki sonuncu cümlədir. The last yenə sifəti üstünlük dərəcəsindədir. Lastdan sonra zaman mənası bildən söz gələrsə, məsələn, last week,
article olmur, amma zaman mənası bildirməyə gəlsə Z düzdür. İndi gəlin baxaq görək 10 səhv oldu mu? Bizdən 10 səhv istəyirdi. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Hardasa biz 9 səhv tapmışıq. Digər bir səhvi isə baxarıq. Əgər hər hansı bir səhv görürsünüzsə, şərhlərdə bizdən qeyd etməyiniz xahiş olunur. Sağ olun, məni izləməyə davam edin.